Fatimə radiyallahu anhə mühacir və ənsarları yığır, onlara xütbə verir. Əl-xutbətul fədəkiyyə, fədək xütbəsi. Təsəvvür edin, İmam Əli evdə oturub, Fatimə mühacir və ənsarlara xütbə verir. Maraqlısı nədir? Rafizilər bu xütbəni necə vəsf edirlər? Güya Fatimə xütbədə qəzəblənir, qəzəbli halda xütbə verir, həyəcanlı halda xütbə verir və o qədər qəzəblənir, o qədər həyəcanlanır ki, bəzi ədəb qaydalarından çıxır. Subhanallah. Görün Fatimə haqqında nə deyirlər. Rafizi alimi Seyyid Muhammed Kəşif Əl-Qıta deyir ki, Fatimənin məsciddə mühacirlərin və ənsarların qarşısında oxuduğu uzun və möhtəşəm xütbə o qədər həyəcanlı idi ki, ədəb sərhədlərindən çıxmışdı. Rafizi alimi deyir. Muhammed Əl-Məs'udi Rafizi alimi özünün yazdığı Əsrarul Fatimiyyə kitabında, kim inanmır gedib baxa bilər. Kitab bizdə mövcuddur. İnanmayanlar, istəyənlər gedib baxa bilər. Görün, fədək xütbəsini, Fatimənin verdiyi xütbəni necə vəsf edirlər. Məs'udi deyir ki, Bənu Həşim və başlarında İmam Əli olmaqla öz haqlarını Abu Bakırdan tələb etməyə qadir deyildilər. Düzdür? Neynədilər? Fatiməni qabağa verdilər. Və Fatimə bu məsələni öz üzərinə götürdü. Deyir ki, Fatimə özünün fəzilətinə, şərəfinə və Peyğəmbərə yaxın olduğuna görə bunu etdi. Yəni, güvəndiyi yer bu idi. Qadını qabağa veriblər, təsəvvür edin. Vallahi bu cürdə deyir. Deyir ki, İstinədən ilə unusətihə, qadınlığına arxeyin olaraq çıxdı. Mühacir və ənsarlara xütbə verdi. Heysu ən-nisəu əqdəru minər-ricali fi ba'di əl-məvaqif. Çünki bəzi vəziyyətlərdə qadınlar kişilərdən daha bacarıqlı olur. Təsəvvür edirsiniz? Qadınlığından istifadə edib, çıxıb belə bir xütbə verir. Əli də evdə oturur.